Bugün Türkiyəli iş yoldaşımın evinə mənimlə bərabər siz də qonaq gəlirsiniz. Gəlirik, alış-verişimizi edirik, daha sonra isə taksi tutub artıq gedirik. İş yoldaşım desəm də, əslində bu qızlar mənim əvvəlki iş yoldaşlarımdır. Həmin iş yerindən 4-5 ay əvvəl çıxmağıma baxmayaraq, hələ də əlaqəmiz və çox gözəl dostluğumuz var. Həbbə sadəcə gəlib çay içib söhbət edəcəyimizi desək də, təbii ki, dözə bilməyib və bu gördüyünüz mükəmməl yeməkləri hazırlayıb bizim üçün. Burada Rəvanə bizə kola süzür və gəldiyimizin heç 15 dəqiqəsi olmamışdı. Burada gördüyünüz kimi Fatibə nar şərabı süfrəyə dağıtdı, bəli. Burada yeməyimizi yeyib söhbət edirik və ilk dəfə gəldiyimiz üçün Həbbəyə ev hədiyyəsi almışdıq. Bəli, burada da Həbbənin sevincini görürsüz. Yeməyimizi yeyəndən sonra güya kömək eləyirmiş kimi göstəririk özümüzü və sonra keçirik bir-birimizə rənglərlə hədiyyə almışdıq. Videoda gördünüz, bayaq Fatibə gizlətməyə çalışırdı bizdən hədiyyələrini. Hədiyyələşmə oyununu mütləq dostlarınızla oynayın. Biz oynayanda dəhşət çox əyləndik. Həbbə bizim üçün trilləç eləmişdi. Onu yeyirik, onu oynaya. Və biz də biraz oturub söhbət etdikdən sonra artıq durub evimizə gedirik. Və video bu qədər idi. İzlədiyiniz üçün təşəkkür edirəm. Sağ olun.